Bu şlanq uzundur xanımlar. Bununla darvazanın çöl tərəfini falan, evin yan tərəfini yudum. Bu şlanq qısadır da, oradan bu tərəfini yudum. Bunlar da belə. Belə xanımlar. Xanımlar, dolabı siləcəm. Balkondakı dolabdır. Təmizlik məhsulları yığdığım, təmizlik vasitələrini yığdığım dolabdır. Hamısını yığmışam yerə. İndi yaxşı-yaxşı siləcəm. Xanımlar, bugün ayın 18-idir. Mən sizlərlə video paylaşmışam. Günortadır. Günorta paylaşım. Əslində dünən paylaşmalıydım. Onu da montaj edə bilmədim. Gücüm çatmadı. Səhər-səhər montaj etdim. Elə bugün 18-i paylaşmışam sizlə. Sizlər mənim videomu izlərkən mən gəldim burada. Dolabı təmizləyim, vasitələri yığım yerinə. Sonra da bağladığım bançaları həyata aparım, yuyum, padval aparım, yığım və sizlər üçün də çəkim. Mən videonu tezləşdirəcəm xanımlar. Arab sabunudur. Arab sabunudur, sadəcə Arab sabunu və su. Arab sabunu çox əlavə etmirik də. O zaman xanımlar yapışqan olur. Hardasa həmin bu qaba 1 çay qaşığı qədər Arab sabunu əlavə edirəm. Püskürdürəm, bir əski ilə silirəm, bir əski ilə də qurulayıram. Xanımlar, çəkə bildiyim qədər çəkirəm. Əslində mənə rahat deyil kameranın önündə. Belə. Göstərirəm ki, yəni biləsiniz ki, təmizlik edirəm. Xanımlar bəzən yazırlar ki, təmizlik videoları niyə gəlmir? Həm xanımlar, İstər-istəməz yaşlaşıram, mənə daha çətin olur. Edirəm ha təmizliyi, sadəcə video ilə çətin olur. Video ilə çətin olur. Geyin, et, qapalı geyin, rahat deyil. Hələ izlənmir, adamlar həvəsdən düşür. Yoxsa təmizliyimizi hər zaman evimizdə edirik də. Çəkmək çətindir. Heç olmasa izlənsə, izlənmək xanımlar. Başa düşürəm, izləyən xanımlar bunu yazır. Amma gərək çox izlənmə olsun ki, bizdə o əziyyətə qatlaşaq da gözəl xanımlar. Yoxsa mən işdən qorxmuram, mən bir şey etdiyim işdir. Video çəkmirəm sadəcə. Belə gözəl xanımlar. Hər birini belə silirəm, olur tərtəmizdə. Düşüm aşağı. Belə gözəl xanımlar. Məhsul yığanda nə olur? Qoy təmiz olsun da. Təmizlik gözəldir. İndi düşüm aşağıdan edim onu. Ay Allah. Ay Allah. Belə gözəl xanımlar. Necə deyərlər, deyərəm min cavanı. Mən işdən qorxmuram xanımlar. Mən sevirəm iş görməyi.
Allah heç kimə möhtac etməsin, yük etməsin. Möhtaçlığımız elə Allaha olsun. Möhtaçlığımız Allaha olsun. Ayrı kimsəyə demirəm. Heç balalarımızı Allah Taala bizi yük etməsin. Kimsəyə yük etməsin. Ağır şeydir. Hələ indiki zamanədə. Ay. Buranı silim, bitirim, yığım yerlərinə. Sonra banşalar daşıyım həyətə, xanımlar. Hay Allah. Xanımlar, bura rahat deyil mənə. Buranı silim, kamerada dayandırım. Buranı da sildim xanımlar. İndi gətirim. Ay. Gətirim yığım məhsulları. Otururam, qalxa bilmirəm xanımlar. Qalxıram, otura bilmirəm. Üstünüzə sağlıq. Boynuma da nəsə olub, quruyub. Sağ tərəfdən boynumu qaldıra bilmirəm. Sağa döndürə bilmirəm, əyə bilmirəm. Ya Allah. Ay. Xanımlar, sildim tərtəmiz. Sonra da dolabın qapaqlarını da üst tərəfində siləcəm sonda. Deməli, mən örtüklər sərirəm, dolab içi örtüklərdə də. Onlar belə köhnəlib, yadımdan da çıxıb almamışam. Evdə əslində var, amma görməyəcək. Kəsib salsam görməyəcək. Bir rulondur, o da ikisini görür, bir də yarımçıq qalır. Ona görə elə belə, heç mən belə yığmıram, amma indi məcbur belə yığacam məhsulları. Gətirib belə yığacam. İndi evdən çıxdığım zaman alacam, dolab içi örtük alacam. Xanımlar, elə yığdıqca sizə göstərim. O İran şampunlarıdır. Mən bilirsiniz, Viplife'də işləyirəm. Bütün məhsulları Viplife'dən alıram. Bir tək, deməli, ağardıcını, persolu almırdım. Bir də qap şampununu Günay bəyənmir. Bizdə də qabiyan maşın var deyə biz maşından istifadə edirik. İndi əldə də bəzən yuyuruq. Günay onu bəyənmir, bunu bəyənir. Deyir, yaxşı köpük edir İran şampunu. Daha çox da həyətdə falan istifadə edirik. Mən də Günaya deyirəm ki, çox köpük etmək yaxşı olmaq demək deyil ki, sizlər öz fikrinizi yazın, xanımlar. Viplife'ın qabiyan, deməli, şampunu çox köpük etmir. Mən deyirəm, çox köpük etməmək yaxşıdır da. Günay da deyir, yox, çox köpük yaxşıdır. Ona görə Günay istəyir deyə İran şampununu alıram. Yəni, bilirsiniz, mən yaxşı əslində məhsullar alıram. Sadəcə gizlətmirəm sizdən də. Bunu bəyənir deyə bunu alıram. Yenə də deyirəm, qabiyan maşınımız var. Sadəcə hərlə əldən istifadə edəndə. Amma mən Viplife'da alıram. Yəni, Günay istifadə etmir. Günay bunu bəyənir. Amma mən o istifadə də edirəm edəndə. Yəni, alıram da. Zaten burada işləyirəmsə məhsul alıram. Sizlər də fikirlərinizi yazarsınız. Bu da deməli beyaz sirkədir. 2, bu da 3. 3'ü doludur. Hər zaman da gedəndə realdan çəkib sizə göstərirəm. Bu da bu qədər. İndi bilirəm, xanımlar yazacaqlar. Harada istifadə edirsiniz, xanımlar? Hər yerdə istifadə edirik. Hər yerdə. Məsəl üçün, evi gün 3 dəfə silirik biz. Arab sabunu, biraz da ağ sirkə əlavə edirik.
Əvvəllər Arab sabunu istifadə edirdim. Sonra keçdim Viplife-ın universal təmizləyicisinə. Sonra da yəni gördüm o sərf eləmir, təzədən keçdim. Əlbəttə ki, o məhsul da çox gözəldir, ondan da alıram universal təmizləyici. Amma döşəməyə nə məndə sərf etmir. Döşəməni ki, biz çox silirik, gündə yayda 3 dəfə silirik. Ona görə o sərf etmir. Onun yarım litri qiyməti nədir? Arab sabunun 1 litri. Belə də yəni mən hər şeyi sizlərlə bölüşürəm. Sizə də nə sərf edirsə, ondan alın. Aldım, hər bir şey sizlərlə bölüşürəm. Bunlar görürsünüz, artıq-artıqdır. Məndə həmişə olur. Vanna otağında da var, burada da var. İzləməyən xanımlar soruşacaq, nədən ötürüdür? 70% üzərində də yazılır. Paltaryan sabunun maye halında olanıdır. İstənilən yerdə istifadə edə bilərsiniz. Bunları yığmışam yerə bir-birinin üstünə belə aşıb, məli yaşırdıb. Ona görə biraz əzilən kimi olub. Viplife-ın yağ çözücüsü. Bu xanımlar Viplife-ın hamam, tualet və mətbəx təmizləyicisidir. Amma mən elə vanna otağında istifadə edirəm. Bu da Viplife-ın deməli universal gelidir. Tək yəni unitazın təmizlənməsində yox, ya vanna otağında hər bir yerin təmizlənməsində istifadə etmək olur. Sonra xanımlar Viplife-ın xalçaların yuyulması üçündür. Bu boruaçıcıdır. Harda yəni borularınızda tıxaclanma varsa, yəni ora əlavə edirsiniz, həmən yəni açır. Bu da yağ sökücüdür. Götürün bu tərəfə. Bu da yağ sökücüdür. Gözəl xanımlar. Bu da hamam tualet təmizləyicidir. Burada qalsın. Təbii ki, Viplife-dan daha çox məhsul alıram burada işlədiyim üçün. Bu da şüşə təmizləyicidir. Bu duş jeldir xanımlar. İndi heç bunlardan yoxdur. Bunlarla deməli müqavilələrini artıq dayandırıblar, aylardır yoxdur. Görürsünüz, burasında da kağızı var. Yəni ofisdən o cür edirlər ki, yolda açılıb etməsində. Belə. Bunlar Pelor'un məhsullarıdır, Türkiyə brendidir. Çoxdan da yoxdur bunlar da, yəni müqaviləni dayandırıblar. Mən yəni çoxdan almışam, çox almışam deyə hələ də var. Maye sabun istifadə edirik, hələ də var. Belə. Mangoldur, çox gözəldir. Xanımlar, o qədər gözəl ətirlidir, o qədər gözəl belə nə bilim iyilidir ki, sanki elə bil ki, insan az qalır belə necə deyim, elə bilirsən ki, yeməli bir şeydir. O cür gözəl, aromatlı, nə bilim, çox gözəl. Uşaqlarım istifadə edir, mənə də xoş olur. Əziyyət çəkib bunları qazanıb almışam. Ay, belə gözəl xanımlar. Bu ən çox sevdiklərimdəndir xanımlar. Jasmin ətirlidir. Çox gözəl. Maye sabundur. Bunun duş gelləri bitib artıq. Nə qədər almışdım duş gellərini. Nə qədər sifariş edirdim. Bizdə çox istifadə olunur da. Çox olaq xanımlar. Çox istifadə olunur. Belə. Bu da çox gözəldir. Amma bunlardan yoxdur da indi xanımlar. Bunlar Türkiyənin Pelor brendidir. Brendin adı Pelordur. Yəni yoxdur. Aylardır yoxdur. Bunlardan inşallah gələcək gəlindim üçün də alıb yığmışam. Sonra Günaya da almışdım. Bunun deməli bunun duş geli də Günaya da inşallah bir gəlmədə. Duş geli, bu maye sabunudur. Sonra bədən spreyi, bədən losyonu,
Ayrı-ayrı almışdım, dəstləşdirmişdim. Belə. Xanımlar, universal gel budur. Təmizləyici daha doğrusu. Universal gel tualet vanna otağı üçündür. Bu universal təmizləyici. Hansı ki, Arab sabununun əvəzinə istifadə edirdim. 500 millidir. Bilməm, 7 manatdır, nə qədərdir. Amma Arab sabunu 5 manat 1 litr. Ona görə bu bitib, yoxdur içində. Ona görə, yəni mən bunu istifadə etdiyim zaman da həmişə deyirdim ki, döşəməni Arab sabunu ilə. Çünki sərf etmir bundan döşəməni silmək. Bundan sadəcə dolapları, mebelləri, nə bilim, belə də divanı, stulları sildiyim zaman istifadə edirəm. Xanımlar, bir dənə də hamam, tualet, mətbəx təmizləyicim var. Bunu da qoyum ora. Şüşə təmizləyicini götürüm. Onu koyayım o bir taraf. Bunlar birbirinin yanından koyayım da. 3 dənə deməli yağ sökücüm var. 3 ədəd. Hamam. Tualet təmizləyicim var. Ay, onlar da yığım yuxarı. Xanımlar, hələ Home Life-ın məndə məhsulu var. Hələ başqa məhsulları da var. O ləkə çıxarandı. O marketdən almışıq. Günay götürüb. O şüşə təmizləyicisini ora qoydum. Faberlic'in yağ təmizləyicidir deyəsəm. Var məndə. Xanımlar, VIP Life-ın. Xanımlar, elə bilənlər bunlar boş deyil. Çox gözəl. İzləyicilərimə də sifariş edirəm xanımlar. Doludular bunlar sadəcə. Sadəcə buradan olur da deyəsəm. Ağlar üçün. Qaralar, rənglər üçün olan bitib. Bu arada bunların qiyməti qalxıb xanımlar. Qiymətləri neçə kataloq idi, enmişdi. Təzədən qiymətləri qalxıb. Qalxıb deyəşən əvvəlki qiymətinə qalxıbdı. 9 manat səhv eləmirəm. 99 qəpik 10 manatdır. Belə çox gözəl məhsullardır. Daimi izləyicilərim var ki, daim sifariş edirəm onlara. Həm rənglər üçün, həm ağlar üçün, həm qaralar üçün. Bir dəfə mən paylaşanda bir xanım yazmışdı ki, onların içi doludur. Yoxsa boşdur. O xanım, onlar qab yağmaşın üçün olan parladıcılardır. Xanımlar, bu VIP Life-ın ağardıcısıdır. Bir dəfə almışam, keçən videolarımda dedim, qeyd etmişəm. Mən İran ağartısından personla istifadə edirəm. Alıb bunun içərisinə əlavə edirəm. Yəni, hər şeyi mən sizlə bölüşürəm. Yalan danışmıram. Yəni, VIP Life-ın ağartısıdır. Qabı onundur, amma içi İranındır. Niyə? Çünki eyni nəticəni verir. Ona görə də İran alıram. Xanımlar, bunlar yuyucu tozlardır. İçində laf az qalıb. İçində laf az qalıb. Sifariş etmişəm. Sifarişlərim yoldadır. Həm ağlar üçün, həm rənglər üçün. Yuyucu toz. Ağın içində laf azdır. Nə yaxşı ki, gel var, yuyucu gel var ağlar üçün. Amma rənglər üçün hələ var. Sifariş etmişəm, yoldadır. Xanımlar, bəxtəvər mənim başıma. Bəxtəvər mənim başıma. Mənim üçün də yuyucu tozun içində lap az qalır.
Gərək mərcə də yüzü toz çıxanda alaq. Nənəsi ona qurban. Balamın yüzü tozu azalır. Buna da balamın yüzü tozunu əlavə edirik. Allah Taala bütün balaları qorusun. Həsrətində olanlara tezliyin Allah Taala qismət etsin. Övlad, nəvə qismət etsin. Xanımlar, demək olar ki, çox şey bitmək üzrədir. Ayın sonu alış-verişə gedim, hamısını alacağım. Amma qabıyan maşın üçün tez almalıyıq. Geri oğluma deyəm, alsın, gətirsin. 4 ədəd qalıb içərisində. Bitib. Burama çakalar yığıram xanımlar. Belə laf sıxılır. Amma çalkalar da xanımlar. Silmək üçün bunu hamısını yerləşdirəcəm. Rahat videomu sonlandırım sizdən bu hissəni. Ben bunu beğenirim xanımlar. Həmişə bundan alıram. Günay da bunu beğenir. Bundan olur. Setikalardı. Bunlar hamısını rahat yerləşdirəcəm. Sizlərin sonlandırım videomu. Bağlı edə bilmirəm. Bunlar da aşağıdan yığıram. Zibil üçün olan paketləri. Çox istedi, çox istedi. Xanımlar, nə sözümü pis edirəm. Mən ona görə də yerləşdirməyi sizə göstərmirəm. Gedim biraz dincəlim. Belə geyimdə mən çox ürəyim sıxılır. Qan tər içindəyim. Gəlib sonra yerləşdirirəm. Yəni biri göstərdim və gördünüz, dolabı açdım, sildim. Hələ yuxarılar qalıb yerləşdirməmişəm. Belə elə əlim çatan yerləri yerləşdirdim. Hamısını yerləşdirəcəm. Belə gözəl xanımlar, hər zaman görmürsünüz də. Belə. Gedim biraz dincəlim. Mən davamlı iş verə bilmirəm ki, gərək biraz dincələm. Dincəlim, sonra gəlin bunları da video çəkmədən rahat yerləşdirim. Sonra görüm gücüm varsa bançaları düşürüm həyətə. Yuyum. Padvala aparmaq oğlum aparacaq. Yuyum, sonra çəkim şors videolar. Belə. Edə bilməsəm də qalar sabaha, bançalar qalar sabaha. Amma qalıb evdə yeyək. Yazıq Günay aparır, Günay hamısını edir. 5 dəqiqənin içərisində, maşallah. Çox qoçaqdır mənim gəlinim. Mən də cavanlıqda eləydim xanımlar. Yəni ki, nə iş görürdümsə pis, yaxşı tez görürdüm. Tez. Amma indi görsüz edə bilmirəm. Günay da maşallah tez edir. Deyir, ay mama bu nədir? Ben özüm edim. Trem yopis, mən onu çəkmişəm izləyicilərimdən. Onun son vəziyyətini göstərməliyəm. Ona görə özüm edirəm. Təbii ki, məcbur deyiləm ki, Günay düşürər həyətə, həyətdən də padvalı oğlum aparar. Amma mən özüm deyirəm, özüm çəkəcəm. Təbii ki, həyətə düşürdən də Günay kömək eləyəcək. Amma onları yuyacam, çəkəcəm. Belə gözəl xanımlar, çox hədsiz özüm hiss edirəm. Burada dayandırım, sonra davam edərəm videomu. Sabahınız xeyirli, uğurlu olsun, gözəl xanımlar. Necəsiniz? Güllərə baxın, bu güllərin ömrü az olur da. Xanımlar, bugün ayın 19-udur, səhər 7-nin yarısıdır. Mən dünən sizlərlə video çəkdim.
Deməli, dolab təmizliyi, balkonda təmizlik məhsullarını. Onu da çatdıra bilmədim. Yəni özümü çox pis hiss elədim. Elə yarımçıq dayandırdım. Tez-tələsik belə yer etdim, videosuz. Özümü çox pis hiss etdim. Getdim, uzandım. Da heç bir şey edə bilmədim. İndi bu gün ayın 19-udur. Səhər-səhər düşmüşəm, bu gülləri təmizləyim xanımlar. Sonra həyəti yuyacağım. Birazdan günəş olacaq bütün həyət. Bu arada xanımlar, o qədər günün altında iş görürəm, xalçalar falan yudum ki, gün yandırıb məni. İnanın ölürəm, qollarım, nə bilim, hər yerimdə yanıb. İndi uyğun geyimdə ki edirəm, bütün yanıb. Onlar da bir cür ağrı verir mənə. Belə. İndi günəş lap çıxmamış, deyirəm, yuyum. Həyəti qəşəng yuyum. Bunlar təmizləyim, həyəti yuyum. Elə güllərə də su verim. Saat 4-də həyəti kölgə olur. 4-də kölgə gələndə mən gətirib yığarım. Bunlar süpürüb yığacam. 4-də kölgə gələndə xanımlar, gətirərəm bançalar, yığaram həyətə, qəşəng yuyaram. Həyətdə belə yuyaram. Birinci həyətdə yuyum, həyət təmiz olsun. Həyətdə yuyaram. Sonra yığarım səkinin üzərinə. Sizlər üçün video çəkərəm. Qəşəng. Sonra da oğlum gələr padvala. Padvala oğlum daşıyır. Sonra düşüb özüm padvalda səliqəyə salıram. Səhər-səhərdir. Oğlum işə getdi. Qalanlar hamı yatır. Onlara şirin yuxular. Mən dedim elə Məlik yatmışca mən düşüm həyətdə, yuyum həyəti. Məlik imkan vermir axı. Bunlar xanımlar təmizliyində bilirsiniz də, görürsünüz. Yeni belə gönçələr verir. Belə. Xanımlar canlı niyə açmıram? Xanımlar yazırlar məhrəmliklə bağlı canlı açın. Xanımlar canlıda otururam axı. Az otura bilmirəm. Oturanda çox otururam. O da mən çox yoruluram, özümü pis hiss edirəm. Dünən gördüyünüzdə elə videonu çəkəndə özümü pis hiss elədim. Video belədir ki, özümü pis hiss eləyirəmsə dayandırıram, gedirəm, otururam, uzanıram. Sonra gəlirəm, çəkirəm davamını. Canlını edə bilmirəm xanımlar. Keçim olardı, həyət tərəfdən edim. Canlını elə edə bilmirəm axı. Yoxsa canlını mən özüm də sevirəm, otururam, söhbət edirəm. Yəni orada da video deyil ki, biraz qısa edim ki, yüklənsin. Ürəm istədiyi kimi söhbət edirəm. Özümü yaxşı hiss etmirəm, ona görə alınmır xanım. Süpürücə gətirim, bunları süpürüm. Çünki bura su axalcıq gələcək olacaq palçıq. Bunları süpürüm. Sonra həyətdə yuyum. Hay Allah, hamıya kömək ol biz də içində. Xanımlar, süpürdüm, yığdım. İndi güllər də yığım içərisinə. Amma otlar çıxır, otları təmizləmək lazımdır. Görürsünüz, bir paket bu, nədir bu formanın üzərindən tökülür, onlar, yarpaqlar falan. Belə təmiz oldu. Amma görürsünüz, balaca otlar çıxıbdır. Onlar da sabah səhər təmizləyərəm. İndi su verəcəm. Sabah səhər nəm olacaq bura. Onu da təmizləyərəm.
İndi bu güllər də yığım üstünə. Güllər də yığım üstünə. Şlankı götürüm, başlayayım həyəti yumağa. Həyəti yuya-yuya da güllərə su verərəm. Çox istidir, dəhşət istidir. Xanımlar, bir paket el ancaq gülün ləçəkləri, bir də bu xormadan tökülənlər, bir də yarpaq. Belə. Bu qəşəng gətirin, birinci gülləri suluyum, bilirsiniz də, günəş şüalar altında olmaz əslində. Birinci gülləri su vereyim, ağaçlara su vereyim. Sonra həyəti başlayayım yumağa. Sabah səhər-səhər də duraram, o balaca çıxan otları təmizləyərəm. Birinci bunlara su verim xanımlar. Çünki getdikcə günəş çıxır. Əslində ağaçlara, güllərə, günəş şüaları altında su vermək olmaz. Dünən verə bilməmişəm, ona görə bugün verim. İndi verim, sonra başlayayım. 2 dənə, 3 dənə gül günəş düşür, qalanlar hələ kölgədir. Ağaçlar, güllər kölgədir. Tez bunlara su verim, sonra həyət yiyim. Hanımlar, bu böyük şlankda da, bu uzun değil, çatmır. Birinci o balaca şlankı salacağım. Bu linanın özündən gəlir su. Amma balaca şlank kranta salırıq, o da çəndən gəlir. Birinci balaca şlankı salacağım, evin yan tərəfini yuyacağım, orada tam etdi. Sonra bu darvazaya tərəf yuyacağım, darvaza bayır tərəf qapının ağzını yuyacağım. O uzundur. Sonra bundan yuyacağım bu hissələr. Görürsünüz xanımlar, su ki verilir, otlar çıxır oradan. Sabah səhər-səhər nəm olacaq, bura təmizləyəcəm. Xanımlar, görürsünüz, xurmiya elə su vermirəm ki, güllərə su verdiyim zaman gedir, xurmiya da gedir. Xanımlar, işlərimi bitirdim. Həyətdə tərtəmiz yudum. Evin yan tərəfindən belə darvazaya tərəf. Orada trap tutulmuşdu, onu təmizlədim. Xanımlar, daşları görürsünüz, tametləri qaralıblar. Xanımlar hamısı deyir ki, dəmir şotqalın inşallah alacağım. Yəni bu ağ layları aparacağını düşünmürəm, amma bunları aparacağını düşünürəm. Alın, bunları sürtün. Belə yəni düzdür, çoxdandır xanımlar, bir 15 ildir də biz bu tametləri yəni döşəmişik yerə, 15 ildir artıq, 15 ildir keçir. Təp-təzədir, yəni hamısı yaxşıdır, sadəcə rəngləri belə olub. İndi onları da mən dəmir şotka alıb sürtəcəm. Qəşəng. Xanımlar, tərtəmiz, hər yeri yumuşam. Darvazadan küçə tərəfi də yumuşam, hər yeri, pilləkənləri yumuşam. Güllərə su vermişəm, Günay da sağ olsun. Qalxıblar, oyanıblar, mən çay gətirdi, 2 stəkan çay içmişəm. Bunlar da hamısını sulamışam. Bir dənə alab o divarın dibində qalıb, indi keçirəm əkin tərəfə. Onu suluyam, sonra suyu bağlayam. Suyu vuram çənə. Xanımlar, orada da görürsünüz, ilan oxşuyur. Onu Günay ilə təmizləyim ki, gəbmə kömək edib. Trapın içindən, turbanın içindən çıxıb. Mən oradan şlanka eləmişəm. Günay da maşallah mənə oxşuyub. Mən bu işləri eləyirəm, kişi işlərini Günay da mənə oxşuyub. Qaynanasına oxşuyub. Belə xanımlar, süpürdüm. İndi sabah da həyət nəm olacaq. Düşəcəm səhər-səhər o balaca otları təmizləyəcəm. Ki, təmiz olsunlar da. Güllərin üzərindən tökülənləri yığdım. Yeni bu qönçələr, bunlar hamısı açacaqlar da. Bunların hamısının üstündə qönçələr var, açacaqlar. Belə. Gedim, çəkdiyim videoları dünənkini montaj edeyim. Shorts videolar paylaşım, Instagramda, TikTokda videolar paylaşım. Sonra həyətə saat 3 olanda həyət bütün kölgə olur. Səkin üzəri yox həyət. Bankaları da daşıyım, yığım balkona, hələ salondadır. Saat 3 olan kimi də hamısını daşıyıb yığacam bura. Burada qəşəng üstünü yuyacam.
Sonra bir düzəcəm bu səkin üzərinə. Hamısını çəkəcəm qısa videolar. Demişdim çəkməyəcəm. Keçənkiləri paylaşacağım amma ürəyim dayanmadı dedim çəkim. Keçənkilərdən də paylaşaram qısa videolar bölməsində, shorts videolar bölməsində. Amma bu il elədiklərimi də edərəm. Bu şlanq uzundur xanımlar. Bununla darvazanın çöl tərəfini falan, evin yan tərəfini yudum. Bu şlanq qısadır da, oradan bu tərəfini yudum. Bunlar da belə. Belə xanımlar. Çayımı içim, birini içmişəm, birini günah gətirdi. İçim gedim. Məlik də düşdü həyətə, maşın sürdü. Ay, belə. Xanımlar, bura balkona yığmışam, hələ həyət günəşdir də, gündür. Həyətə kölgə gələndə bunlar hamısını aparacam. Həyətə yığacam, yuyacam, qəşəng video çəkəcəm, sizlərlə də paylaşacağım. İnanın ki, 2 dəfə, 3 dəfə nə məşqi ilə silmişəm, quras dəsmalla üzərinə silmişəm, amma yenə də şirədilər. Ona görə də mən şlankla yuyuram. Bunlar da xanımlar deməli ərik cemidir, bunlar çiyələyin cemidir, sonra o balaca doğru bişirdiyim çiyələklərdir. Bunlar da mürəbbəsidir, çiyələyin mürəbbəsidir. Hələ ki bişirdiklərim bu qədərdir də. Bu qədərdir, indi bunlar hamısı gedəcək, həyətə yuyulacaq, padvala gedəcək. İnşallah indi nə Allah imkan getirsən, nə bişirsəm, sizlərlə paylaşacağım. Hələlik bu qədərdir.